Emil Zolyanın Germinal əsəri 19-cu əsr Fransa mədənçilərinin həyatını laboratoriya dəqiqliyi ilə təqdim edən naturalist bir şahesərdir. Sujet xətti Monsieur qəsəbəsində Leveo mədəninin kölgəsində cərəyan edən aclıq, istismar və böyük üsyan dalğasını izləyir. Burada reallıq heç bir estetik bəzək vurulmadan olduğu kimi qan, tər və kömür tozu içində təqdim olunur. Əsərin özəyini təşkil edən mərkəzi konflikt fərdlərin iradəsindən çox mühitin və aclığın insan taleyi üzərindəki mütləq hökmranlığıdır. Etienne Lantier, Mexanikləşmiş dünyada şuur axtarışı. Əsərin mərkəzində dayanan Etienne Lantier Monsieur mədənlərinə kənar bir mühitdən gəlir. Onun gəlişi ilə mədənçilərin nəsillər boyu davam edən sükunəti pozulur. Etienne obrazı sujetdə passiv kütləni hərəkətə gətirən intellektual katalizator rolunu oynayır. O, oxuduğu kitablar və daxilindəki ədalət axtarışı ilə fəhlələr arasında bir ümid oyadır. Lakin onun obrazı ideallaşdırılmış bir qəhrəman deyil. Etienne həm də daxili ziddiyyətləri ilə mübarizə aparan, irsi olaraq gələn qəfil əsəb dalğalarına məğlub olan mürəkkəb bir xarakterdir. Onun faciəsi budur ki, kütləni təşkilatlandırıb ayağa qaldıra bilsə də, aclığın və səfalətin doğurduğu vəhşi qəzəbi idarə etməkdə aciz qalır. Sujetin inkişafı boyu biz Etienne'in nəzəri biliklərinin mədənin qaranlıq reallığı qarşısında necə sınağa çəkildiyini görürük. Leveu, canlı bir qəbristanlıq. Məkan olaraq Leveu mədəni sujetin ən qorxulu və canlı personajıdır. O sadəcə kömür çıxarılan bir yer deyil, dayanmadan insan əti ilə qidalanan, qocaları çürüdən, gəncləri vaxtsız öldürən bir bəteybət kimi təsvir edilir. Mədən daxilindəki dar tunellər, rütubətli divarlar və hər an çökmə təhlükəsi işçilərin həyatını bir kabusa çevirir. Leveu obrazı kapitalist sisteminin amansızlığının və mexanikləşmiş ölümün vizual təcəssümüdür. Sujetin sonundakı dağılma səhnəsi isə bu nəhəng mexanizmin həm özünü, həm də daxilindəkini məhv edən kör qüvvəsini nümayiş etdirir. Mao ailəsi, səfalətin irsi zənciri. Sujetin ən təsirli xətti Mao ailəsinin faciəsi üzərində qurulub. Bu ailə nəsillər boyu mədənin əsiri olmuş bir sosioloji vahiddir. Ailənin başçısı olan Mao, dürüstlük və zəhmətin timsalı olmağına baxmayaraq, sistemin amansız çarxları arasında fiziki olaraq məhv edilir. Onun həyat yoldaşı olan Mao başlanğıcda yalnız ailə büdcəsi üçün narahat olan bir an olsa da, aclıq və övlad itkisi onu ən qatı üsyançıya çevirir. Ailənin qocası Bonmor keçmişin susqun şahididir. İllərlə udduğu qanlı kömür tozu onu yaşayan bir cəsədə çevirib. Gənc Katrin isə bu sistemdə həm fiziki əməyin, həm də cinsi istismarın qurbanı kimi çıxış edir. Mao ailəsinin darmadağın olması sujetin ən ağır və naturalist nöqtəsidir. Burada yoxsulluq fərdlərin ləyaqətini deyil, birbaşa həyatını əlindən alır. Sosial təzadlar və sinfi toqquşma. Sujet fəhlə qəsəbəsinin qaranlığı və burjuaziyanın steril dünyası arasında kəskin bir kontrast yaradır. Monsieur Enbo və onun ailəsinin yaşadığı dəbdəbəli həyat mədənçilərin aclığı fonunda daha da qəddar görünür. Lakin yazıçı burada Enbo obrazını sadəcə bir qatil kimi göstərmir. O da öz dünyasında bədbəxt və mənəvi baxımdan tənhadır. Tətil səhnələri sujetin kulminasiya nöqtəsi hesab edilə bilər. Kütlənin idarə olunmaz qəzəbi, baqqal Megranın öldürülməsi və qadınların kəskin reaksiyası naturalizmin ən sərt ifadəsidir. Bu səhnələr sübut edir ki, fərd uzun müddət qeyri-insani şəraitdə saxlanılırsa, onun davranışı da ibtidai instinktlərə qayıdar. Suvarin, dağıdıcı qüvvə. Sujetin gedişatına daxil olan Suvarin obrazı fərqli bir ideoloji qütbü təmsil edir. O, hər şeyin kökündən yox edilməli olduğuna inanan bir anarxistdir.
Suvarin üçün nə tətil, nə də maaş artımı çıxış yoludur. O, sistemin xilası üçün mədənin tamamilə məhvini zəruri hesab edir. Onun fəaliyyəti süjetin sonundakı faciəvi qəzanın və mədənin süqutunun əsas səbəbidir. Suvarin insani hisslərdən tamamilə arınmış, yalnız ideya üçün yaşayan soyuq bir dağıdıcıdır. Germinalin doğuşu. Nəticə. Əsərin finalı zahirən məğlubiyyətdir. Tətil yatırılır, işçilər aclıqdan dolayı yenidən mədənə qayıdır, liderlər isə ya ölür, ya da qovulur. Lakin əsərin adı olan Germinal, inqilabi təqvimin bahar ayı, bu məğlubiyyətin içindəki gizli qələbəyə işarə edir. Etienne qəsəbədən ayrılarkən yerin altından gələn çəkiş səslərini eşidir. Bu səslər artıq məğlub edilmiş qulların səsi deyil. Yerin altında cücərən və vaxtı çatanda torpağı yarıb çıxacaq böyük bir gücün müjdəçisidir. Sujet belə bir mesajla bitir. Ədalətsizlik üzərində qurulmuş heç bir sistem əbədi ola bilməz. Çünki yerin altında yetişən inqilab toxumları qaçılmaz olaraq çiçək açacaqdır. Diqqətiniz üçün təşəkkürlər.